Salam aleyküm Ziba bacı. Salam əleykum. Gəlin keçin. Sen çimmisən? Ha? Çimmisən? Ya bu lan başımı yumuşam. Gələ çimmiydin ha? Özdə bu elə belə şeylə baxmır ha, adam muxluyor. Birbaşa yeni şeydir bu, monopoliya ilə baxır. Senin falçın ne işin var ki? Xeyr ola. Ha, bu arvada görə gəlmişəm də. Ne olur ki gelin bacıya? Ay, bu təzə villa almamışıq. Arvad girir o villaya, 10 dəqiqə otururuq. Deyir ki, boğulma, sıxılalım, tez çıxaq. Mən də maraqlandım elədim. Dedilər ki, o da uruf tutub, cadu ediblər də ona. Mən bu falsı zivanı məsləhət gördülər. Dedilər, monopoliyanın gücü baxır. Təzə tikdiyim villada havalandırma sistemin qurumusan. Yox. Onda gelin bacı boğulacaq da. Sənə falçı lazımdır, sənə yaxşı havalandırma sistemi qurmaq lazım. Dur evə, dur getdi. Başa düşmədim. Niyə gəlmişsiniz, niyə gedirsiniz? Özün bax da, nəyə gəlmişdik, nəyə getdik. Bax, buranı görürsən, bura hava kanallarının istehsal zavodudur. Ümumiyyətlə, havalandırma dair nə istəsən, bu zavodda tapa bilərsən. Hadi, o keyfiyyatı çox qəşəkdir. Keyfiyyətə söz olanmaz, müdür, görsən bunu. Bu, bizim bu kanalların hazırlandığı listlər var, hamısı Türkiyədən gətirilir. Dəzgahlarımız da hamısı Türkiyə istehsalıdır. Bütün obyektlərdə, restoranlarda, otellərdə, çayxanalarda, şəxsi villalarda gəlib bütün havalandırma dair bütün işləri, layihələndirməsi, montajları görürük. Özü onu deyir ki, yanğına qarşı kanallardır, tüstüləmə kanallardır, hamısı bizlikdir.